Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefkahu kavli. Amma ba'd. Ve İmam Muhammed rahimahullah əhkam hədisləri, o hədislər ki, müsəlmanın həyatına daim dövr edən hədislərdir. Yəni hökm, müsəlman öz həyatına o hədislərlə, o dinlə hökm verir və davam edərək bir müsəlmanın dəstəmaz almasına, yəni təmizlənməsinə aid olan hədisləri davam edərək və buyurur ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'in sözünü ki, Allah Resulü deyərdi ki, "Əl-udunani minər-rəs." Qulaqlar, dəstəmaz alanına qulaqlar da başdan sayılır. Çünki bəzi firqələr var, bilirsiniz qardaşlar, onlar deyirlər ki, dəstəmaz alarkən üzü yumaq gəlib yalnız Qurani-Kərimdə. Üzü yumaq gəlib və üz deyəndə də insanın yalnızca elə üzü qəsd olunur. Yəni ağzı, burnu yumaq Qurani-Kərimdə gəlməyib və qulaqları da yumaq Qurani-Kərimdə gəlməyib. Bəzi firqələr var. Özlərini Allahın kitabına, Qurana nisbət etsələr də Qurani-Kərim onlardan uzaqdır, onlar da Qurani-Kərimdən uzaqdır. Bəzi firqələr var, bunu deyirlər. Və Allah Taala'nın kitabından ayəyə diqqət etirsəz qardaşlar, Allah Taala buyurur ki, üzünüzü yuyun. Özünüzü yuyun deyilikdə qardaşlar, həmən adamlar necə ki öz fəhimlərini, ağıllarla sual verirlər ki, məgər ağız üzdəndir? Onda kimsə üz deyəndə məgər alnı, kimsə desə ki, kimsə üzündən vurdu. Heç kim düşünməyəcək kimsə alnından vurdu. Onda biz deyək ki, alnın üzdən deyil. Üz yanında, dəstəmaz alında gərək o demək ki, müsəlman yalnız buralarını yusun. Yəni Allahın dininə hökm verərkən və yaxud da Allahın dininə hər hansısa bir məsələləri hansı hökmdə olmasını və yaxud da haqqın nə olmasını araşdırarkən birinci müsəlman qayıtmalıdır Allahın dinində, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsində o barədə nə hökm nazil olsa onu götürməlidir. Öz ağlını, öz xəyallarını ona qurmamışdan qabaq. Çünki sən Allahın dininə öz xəyallarını, öz ağlını, məntiqi Allahın dininə qoyduqca artıq sənin sözvə rədd gəlir. Necə ki artıq dediyimiz kimi. Kiminsə üzündən vurdu, heç kim deməyəcək, hamı düşünəcək ki, üzündən vurdu. Heç kim alın axı, amma alın düzdən axı. Yəni sənin söz deyirlər ki, ağız üzdən deyil. Dəstəmaz alanda ağza su almaq və yaxud da burnu su almaq üzdən deyil. Çünki Allah Taala deyib ki, yalnız üzünüzü yuyun. Onda biz deyək ki, alın da üzdən deyil. Gözlərin üstü də üzdən deyil. Yoxsa necə? Və sadəcə olaraq onların səhv mühakimə eləmələri və Allahın dininə tam olaraq, yəni layiqli şəkildə tabe olmamaqlarının fəsadlarındandır. Və həmçinin İmam Muhammed rahimehullah kitabına davam edərək və buyurur ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'dən dəstəmaz almağın namazdan da xaric faydalarından qiyamət günü insanın dəstəmaz əzalarının parlaması və yaxud da dəstəmaz alınan əzaların başqa dəstəmaz almayanlardan və yaxud dəstəmazda naqis alanlardan seçilməsini buyurur Muhammed sallallahu aleyhi ve sellem. Və bu hədis özü də rəddir ki, kimlər ki deyirlər ki, qiyamət günü yalnız alında nur olacaq. Bilirsiniz, bəzi firqələr var, deyirlər ki, səcdəni daşa çox eləmək lazımdır ki, alnına iz düşsün və yaxud ona bənzər şeylər ki, qiyamət günü insanlar alınlarından bilinəcəklər. Amma biz sünnənin özünə qaydanda görürük ki, Allah Resulü bunun tam əksinə gəlib. Allah Resulü deyirdi ki, dəstəmaz alınan yerlər qiyamət günü nur salacaq. Bəzi rəvayətlərdə gəlir. Yəni işıqlanacaq, başqalarından seçiləcək. Başqa insanlardan seçiləcəklər, dəstəmaz alanlar. Yəni bu onda göstərir ki, hər dəstəmaz alan yerə daş qoymaq lazımdır, yoxsa necə? Və dəlil gətirirlər Allahın kitabından ki, Allah Taala öz kitabında buyurur ki, "Simahum fi vujuhihim min athari sucud." Onların üzündə səcdənin əlamətini görürsən. Və Allah Taala məsəl çəkir. Və deyir, onların məsəli, hansı ki dəlil gətirirlər ki, alında möhrün izi olmalıdır və daşlı izi olmalıdır. Və Allahın kitabından gətirdiyi ayənin sonunu bu dəlili gətirənlər oxumayıblar. Allah Taala deyir ki, onların məsəli, yəni kimin məsəli? Üzlərində səcdənin əlaməti olan adamların məsəli, İncil və Tövratdakıların məsəli kimidir? Məgər İncil və Tövratın zamanında insanlar ibadət edəndə alınlarını səcdəyə qoyub namaz qılırlar? Yoxsa onlar da möhrə səcdə qoyurlar, möhrə səcdə edirlər. Onların ibadətləri fərqli idi. Əgər onların ibadətləri fərqli idisə, bizim namaz qıldığımız kimi ibadət etmirlərsə, onda onların alnı iz hardan düşürdü ki? Ona görə də Allahın dinində
xüsusən də o şeylər ki, bizzat insanın ibadətlərinə, xüsusən də gündəlik, hər gün Rəbbinə etdiyi ibadətlərinə aiddirsə, gərək müsəlman orada öz fəhmini qoşmamışdan, öz fəhminə meyl etməmişdən qabaq kitab və sünnəyə qayıtsın. Hətta kitabın özü, yəni Allahın kitabının özü bir cavabdır haqq axtaranlar üçün. Baxmayaraq ki, bəziləri orada azsalar da belə. Və həmçinin İmam Muhammed rahimehullah buyurur ki, İmam Müslim rahimehullahın rivayet etdiyi hədisdə dəstəmazı kamil şəkildə alanlar, Allah Rəsulü onları müjdələyib. Yaxşı, dəstəmazı kamil şəkildə almaq deyilən bir söz əgər bu dində varsa, demək dəstəmaz naqis alına bilər. Dəstəmaz naqis alınacaqsa, o dəstəmazla ki, namaz qılınacaq xüsusilə də. O namazın səhliyinə təsir göstərə bilər, yoxsa bilməz, göstərə bilər. Çünki dəstəmaz namazın əvvəlidir. Əgər təmizlik yoxdursa, dəstəmaz yoxdursa, artıq namazın naqisliyindəndir. Əgər təbii ki, bir müsəlman dəstəmazı tam olaraq elmlə bilməsə, ola bilsin ki, ona üzr olsun. Amma bir kəs ki, əgər bilirsə ki, Allahın kitabında və Rasulun sünnəsində dəstəmaz necə alınmalıdır və onu bildiyi halda naqisləşdirərsə, təbii ki, onun namazı da artıq o namazlardan deyil. Ona görə Allah Rasulü dəstəmazı tam almağı əmr eləyərdi. Və həmçinin də Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə deyir ki, Əbu Hüreyrə radiyallahu anhu dəstəmaz alarkən əllərini dirsəklərə, çiyinlərinə qədər yuyardı və ayaqlarını isə topuqlara qədər yox, dizlərinə qədər yuyardı. Və ondan soruşulduqda ki, axı Allahın dinində, xüsusən Quran-Kərimdə və Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləm sünnəsinə biz nəzər salsaq görərik ki, bu yoxdur. Və Allah Əbu Hüreyrə radiyallahu anhu deyərdi ki, mən artırıram. Düzdür, onun öz rəyidir. Öz rəyidir ki, nə qədər çox yusan, o qədər də qiyamət günü parlayacaq, parlaq olacaq. Və cavab olaraq biz deyirik ki, əgər bir müsəlman Allahın dinini onu nisbət etmədən edərsə, məsələn, əllərin dirsəklərə qədər yox, artıq çiyinlərinə qədər və yaxud da çiyinə yaxın məsafəyə qədər əllərini dəstəmaz alınla yusa və desə ki, bu Allah Rasulunun əmr etdiyi deyil. Sadəcə olaraq mən istəyirəm ki, dəstəmazın suyu mənim bədənimə çox dəysin, inşallah ki, ona bundan bir xeyir var. Amma təbii ki, bunu əgər etiqad etsə ki, yox, əllər, marafiq, dirsəklərə qədər yox, çiyinlərə qədər yumalıdır, artıq o bidətdir. Bidət odur ki, Allahın dininə, Allah Rasulunun adı ilə deyilən şeylər bidət sayılır. Aydındır? Və həmçinin dəstəmazda olan bəzi xətalardansa və bəzi hədislərə biz baxanda görə, zəif hədislərə biz baxanda görərik ki, Allah Rasulundan rəvayət olunur ki, və bəzi sahabələrin sözlərinə də istinad olunur ki, Allah Rasulü dəstəmaz alarkən gözlərinin içini belə yuyardı. Və bu isə zəifdir, batildir. Çünki Allah Rasulü nə Allahın kitabında, nə də Muhammed sallallahu əleyhi və səlləmin sünnəsində elə bir hədis yoxdur ki, və yaxud da elə bir ayə yoxdur ki, gözlərinin içinin yuyulması belə əmr olunsun. Və həmçində möminlərin anası və İslamın ən birinci xəlifəsi Əbu Bakr radiyallahu anhunun qızı Ayşə radiyallahu anhə deyərdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hər bir işində sağdan başlayardı. Hər bir işində sağdan başlayardı və hətta deyər ki, ayaqqabısını geyinməyində də və hətta saçını darayanda sağdan başlamağında da və həmçində təmizlənərkən də sağdan başlayardı. Və İmam Muhammed rahimehullahın bu hədisi varid etməyində onun qəsdi və məqsədi o idi ki, dəstəmaz sağdan başlanmalıdır. Dəstəmazı sağdan başlayıb solla bitirmək sünnədəndir. Və necə ki, keçən mühazirələrdə, keçən dərslərimizdə qeyd etdiyimiz kimi, əgər bir müsəlman dəstəmaz alanda sol əzasını birinci yuyub, sağ əzasını sonra yusa, dəstəmaz batil deyil, ola bilsin ki. Amma Allah Rasulü heç bir zaman solla dəstəmaz almağa başlamazdı. Və əksinə, bütün xeyir işlərdə Allah Rasulü sağa önəm verərdi, sağa üstünlüyü verərdi. Ona görə də hərdən kiməsə hətta yol verməkdə də, kiməsə qarşıya keçirməkdə də hörmət əlaməti olaraq birinci yaş və sonra isə sünnə olaraq sağdan kimisə keçməsi sünnədəndir. Çünki Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləm xeyirli işləri, dünya işləri olsa da belə xeyirli işləri sağdan edərdi, hətta saçını daramağına kimi. Və İmam Müslim rahimehullahın və qulaqları dəstəmaz almaqda, dəstəmaz alanda qulaqların sünnə olmasına dəlil isə, qulaqları yumağın və ya məhz etməyin daha doğrusu sünnə olmasına dəlil isə İmam Müslim rahimehullah öz kitabında rivayet etdiyi hədisdə dəstəmaz almağı qeyd edərkən və deyər ki, Allah Rasulü başına məhz çəkdi və qeyd etmədi ki, və qeyd etməzdi ki, Allah Rasulü qulaqlarda da məhz etdi. Çünki qulaqlara məhz etmək sünnədəndir. Kimsə qulaqlarına dəstəmaz alarkən məhz etməsə, təbii ki, bu zərurət halından danışılmır. Zərurət halında hətta üzünü yumyan da ola bilsin ki, dəstəmaz səhi olsun. Baxmayaraq ki, üzü yumaq dəstəmazın vaciblərindəndir. Amma qulağa
Qulaqları məhs etmək sünnədəndir və sünnəni qəsdən tərk etmək də belə dəstəmaza xələl gətirməz. Və həmçinin qardaşlar, diqqət yetirdinizsə, ötən hədislərin içində keçən dərs biz daha doğrusu bir neçə mühazirə bundan qabaq bir hədis oxundu. Bilmirəm kimlərin yadında qalıb yoxsa yox. Bəzi hədislərdə Allah Rasulunun və xüsusən də əgər dəstəmazdan danışırıqsa, hərdən bəzi əməllər qeyd olunmazdı. Məsələn, biz az öncəki hədisdə dedik ki, İmam Müslim rahimehullahın rivayet etdiyi hədisdə biz dedik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz olunması danışıldı və başına məhs çəkməsi danışıldı, Allah Rasulunun feili və ondan sonra qulaqlarına məhs etməsi danışılmadı. İndi buradan bəzi cavab ortaya çıxa bilər ki, bəlkə ravi o həmən hədisdə olan qissəni bəlkə rivayet etməyib. Hədis səhih olsa da belə. Çünki bəzi hədislər səhih olsa da belə bir qismi rivayet olunmayıb. Və həmçinin necə ki İmam Əli radiyallahu anhudan gələn hədislər və diqqət yetirin, Əli radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmazını İmam Əli radiyallahu anhu rivayet edir və deyərdi ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmaz almağına şahid oldum. Və dəstəmaz almağına şahid olunur və diqqət yetir. Gör Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmaz almağı hansı hallardaydı? Və Allah Rasulunun bir neçə əzasını yumağı deyir. Üzünü yuyardı və başına məhs çəkərdi. Və hədis də burada bitir. Yəni, əgər dəstəmaz yalnızca üzü yumaq və başa məhs çəkməkdən ibarətdir, baxmayaq ki, hədis səhihdir. Və bəzi düşmənlər, və bəzi İslam düşmənləri və xüsusən də bəzi İslam düşmənlərinin köməkçiləri, baxmayaq ki, köməkçilər düşmənlərdən də pisdir və deyərlər ki, bəzi hədislərdə axı bu qeyd olunmayıb. Və biz də deyir, əhl-i-sünna olaraq cavab veririk ki, hansısa bir hədisin içində hansısa bir ibadətin formasının tam olaraq rəvayət olunması mümkün hədislərdə gəlib. Ona görə biz deyirik ki, din nə zaman tam olaraq başa düşülür? O zaman tam olaraq başa düşülür ki, həmən hədislər, həmən hökmlər cəm olunduqdan sonra artıq biz başa düşəcəyik ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem dəstəmazı necə alardı və necə başlayardı və necə sona çatdırardı. Hələ bu bir dəstəmazdır. O ki, qalmışdı şəriətin başqa böyük məsələləri. Xüsusilə o böyük məsələlər ki, təbii ki, feili olaraq da çətindir. Çünki dəstəmaz almaq feili olaraq rahatdır və namaz qılmaq da feil olaraq çətin bir ibadət deyil. Baxmayaraq ki, əhəmiyyətli ibadətlərdən olsa da belə. Və qardaşlar, son olaraq bir şeyi nəzərə çatdırmaq istəyirəm. Və Allah Rasulunun sözünü ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyərdi ki, qiyamət günü insanlar dəstəmaz yerlərindən tanınacaqlar. Və Allah Rasulü mömini vəsf edərkən onun dəstəmazı tam almasını, dəstəmazı tam alanları mömin deyə Allah Rasulü sifətləndirərdi. Bunlar qardaşlar çətin ibadətlər deyil. Nəfsə rahat gəlir. Yəni hansısa bir əziyyət çəkilmir müsəlman dəstəmaz alanda və yaxud dəstəmazı tam şəkildə alanda müsəlman hər hansısa bir əziyyət çəkmir. Və əvvəlki mühazirələrdən əgər yadınızdadsa, orada qeyd olunmuşdu ki, Allah Subhanahu va Taala'nın insana olan razılıqları, insandan razı qalması, hətta rahat ibadətlərin içində də var. Sən onsuz da namaz qılmaq istəyən müsəlman, sən onsuz da dəstəmazlı olacaqsan. Və dəstəmaz alanda dəstəmazı necə deyirlər, belə ürəklə almaq, tam dolğun şəkildə almaq ibadətdir. Və həmçinin də bu hədislərdən başa düşdüyümüz odur ki, Allah Rasulunun həyatında çox az bir hallarda Allah Rasulu dəstəmazsız gəzərdi. Və bir dəfə sahabələr Allah Rasulu ayaq yolundan çıxanda dəstəmaz almır. Və Allah Rasulundan sahabələr soruşanda ki, Rasulullah, bəs dəstəmaz almadın? Və Allah Rasulu hərdən dəstəmaz almazdı. O təbii ki, nəbi idi, Rasul idi. Allah Teala onun keçmiş və gələcək günahlarını bağışlamışdı. Və biz də bilirik ki, dəstəmazı gəzmək özü savabdır. Hətta namaz qılınmasa da belə. Və yaxud da hər hansısa bir ibadət olunmasa da belə. Allahın adından və Allahın dinindən danışılmasa da belə. Mücərrəd olaraq dəstəmazlı gəzmək ibadətdir. Və hər hansısa bir müsəlman özünə əlindən sübut götürməsin ki, bəzi şeyləri ki, bəzi hədisləri ki, Allah Rasulü dəstəmaz almazdı, biz də dəstəmazlı gəzək deyə. Bizim lap çox ehtiyacımız var. O Rasul idi. Bəli, dəstəmazsız gəzmək haram deyil. Dəstəmazlı gəzmək sünnədir. Və bizim o sünnələrə ehtiyacımız var. Və necə hədislərin içində gördüyümüz kimi, rahat ibadətlər, dəstəmazı tam şəkildə almaq və möminin sifətidirsə, demək insan kamil bir dəstəmaz alıb belə mömin ola bilər. Təbii ki, başqa əməlləri tərk etməmək şərti ilə. Allah Teala'dan istəyirəm ki, bizi o əməllər ki, çətin deyil, nəfsə də rahatdır, nəfsə də xoş gəlir, feil də çətin deyil, Allahdan istəyirəm ki, o əməllərin üzərində bizi sabit etsin və çətin ibadətlər var hansılar ki, nəfsə ağır gəlir,
həcc etmək və yaxud da Allah yolunda xərcləmək və yaxud da başqa əməllər olsun, gecə namazları fərq eləməz və Allah Taala o böyük ibadətlər üzərində bizi sabit etsin. Və həmçinin Allah bilir və subhanəkallahumma bihamdik, əşhədu an la ilaha illa ent, estəğfiruka Allahumma və etûbu ileyk.